Bir ağacın kölgəsində hər gün onlarla insan dincəlir. O ağacların həmişə yaşıl qalması üçün isə çox vaxt görülməyən bir zəhmət var. Vaxtında aparılan suvarma işləri. Qızmar yay günlərində yaşıllıqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Elə buna görə də şəhərimizin park və xiyabanlarında, küçələrində bu işlər intensiv həyata keçirilir. Əsasən səhər və axşam saatlarında görülən suvarma işlərində suvarma işçilərinin mühüm əməyi var. Suvarma əsasən sərin vaxtlarda olur. Saat 11-də, 12-nin yarısında suvarmanı dayandırırıq. Çünki havanın istiliyinə görə. İsti olduğuna görə istidə ağaçları suvarmaq olmaz. Suvaranda ağaçlar quruyur. Saat 12-nin yarısında saxlayırıq. Bir də saat 6-dan sonra başlayırıq suvarmağa. 6-dan saat 9-a kimi. Suvarmanın əhəmiyyəti odur ki, ərazimiz yaşıl qalsın da, ağaçlar qurumasın, yaşıllıq olsun. Onlar hər gün şəhərin müxtəlif ərazilərində suvarma işlərini həyata keçirir. Ağacları, gülləri, bir sözlə yaşıllıqları qoruyurlar. Naxçıvan şəhər yaşıllaşdırma xidmətinin bağbanlarının bu əməyi nəticəsində park və bağlarımız, küçələrimiz, yaşıllığı, təmiz havası ilə göz oxşuyur. İnsanların istirahətinə müsbət təsir göstərir. Hər bir insan burada gəlib oturur, dincəlir. Bu yaşıllaşdırmanın da hər bir əməyi olan hər bir insan bu ağacların hər birində əməyi və izi qalıbdır. Ola bilər ki, köhnə vaxtdan qalan hər bir ağacından sonra burada yeni bir ağac tikləri də əkilib hər bir bitkiyə və otlara, ağaçlara suvarılırlar. Bu bağa girən adam işini də bu bağdan çıxmasın. Ona görə ki, həm yaşıllığı, həm suvarması, həm təmizliyi, hər tərəfli çox gözəldir. Yeni ağaçlar əkirlər, cabanların əkirlər ki, o köhnələr əvəz eləsin yeri gələndə. Suvarma bu göldən suvarırlar. Həm məşə, bax, gəlirsən sezəndən, həm buralara suluyurlar, həm də ağaçları həm qəşəng qulluq edirlər. Çox qəşəng. Bu bağın qulluğuna söz ola bilmir. Yaşıllaşmada işləyirəm mən, 32 ildir buradayım. Qabaqda əslində maşın şoför idim, indi geçmişəm bağbancı. 7 ildir bağban işləyirəm. Həftədə 2 dəfə su veririk ağaçlara, qurumasın ağaçlar. Gözəllikdir də ağaçlar. Gecə əkəndə su varanda səhərəcən nam qalır. Amma günorta vuranda o saat quruyur. İsti vurur, quruyur. O ağacın dibinə gep çatır. Ekoloji tarazlığın qorunmasında yaşıllıqların mühüm rolu var. Onların vaxtında suvarılması isə həm ətraf mühitin mühafizəsinə, həm də insanların daha sağlam mühitdə yaşamasına xidmət edir.